2024-cü ildən tətbiq edilən yeni qaydaya əsasən, Türkiyədə bir il ərzində heç bir siqnal almayan mobil telefonların ÖMEY nömrələri deaktiv edilir. Rəsmi açıqlamaya görə 2025-ci il ərzində işlədilməyən telefonlar 31 dekabr tarixindən etibarən tamamilə istifadə olunmaz vəziyyətə düşəcək. Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir. İstifadə olunmayan telefonlar risk altındadır. Texnologiyanın sürətli inkişafı ilə smartfonların ömrü qısalır. İstifadəçilər yeni modellərə keçdikcə köhnə telefonlar tez-tez çəkməcələrdə, rəflərdə və ya evin kənar yerlərində unudulur. Lakin bir il ərzində siqnal göndərməyən cihazlar qeydiyyatlı ÖMEY nömrələrini itirərək istifadəyə yararsız hala gəlir. İstifadəçilərə xəbərdarlıq açıb bağlamaq kifayətdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadəçilər telefonlarını ən azı bir dəfə açıb bağlamalıdırlar. Bu zaman cihaz operatordan siqnal göndərir və ÖMEY qeydiyyatı qorunur. İMEYsi deaktiv edilən telefonların yenidən işləməsi üçün e-Devlet üzərindən müraciət edilməlidir. Müraciət zamanı cihazın həqiqətən son istifadəçiyə aid olduğu təsdiqlənir. Təsdiqlədikdən sonra ÖMEY yenidən aktivləşdirilir və telefon istifadəyə qaytarılır.